Hörmətli xanım sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı burada kifayət qədər əhatəli açıqlamalar verildi. Hörmətli Musa müəllim, hörmətli cənab Nazir Anar müəllim fikirlərini söylədilər və hesab edirəm ki, büdcədə 705 milyon manat civarında artımın olması, gəlirlərin olması və Dövlət Sosial Müdafiə büdcəsinin dövlət büdcəsindən asıllığının müəyyən dərəcədə aşağı düşməsi müsbət bir tendensiyadır və irəlidə də pensiyalarda olan artım orta aylıq pensiyanın 590 manata və orta yaşa görə pensiyanın da 629 manata proqnozlaşdırılması da indiki imkanlarla bağlıdır. Burada ən çox büdcənin ağırlığının pensiya yönəldiyini nəzərə alsaq, hesab edirəm ki, yaşa görə pensiya məsələsinin imkanlarının daha da genişlənməsinə ehtiyac var. Çünki reallığımız budur ki, Azərbaycanda 5,1 milyon məşğul əhali qeydiyyatdan keçsə də, amma bunun hardasa 30-35%-i rəsmi məşğulluq imkanına sahibdir və qeydiyyatdan keçibdir və qeyri-rəsmi məşğulluq da, müvəqqəti məşğulluq da kifayət qədər yayğın vəziyyətdədir. Bir çox hallarda biz bu məsələdə işə götürənlərin üzərinə öhdəliyi artırmış oluruq, amma işə götürənlərin də öz problemləri kifayət qədər böyük olduğuna görə və güzəştlər və başqa kompensasiya imkanları zəif olduğuna görə bir çox hallarda minimum əmək haqqı səviyyəsindən yuxarı ödənişləri qaldırma imkanına sahib olmurlar. O baxımdan da birinci növbədə həm də bir şey düşünməliyik, demoqrafik vəziyyət də Sosial Müdafiə Fondunun büdcəsini öz təsirini avtomatik olaraq göstərir. Hələ irəlidə daha bu məbləğlərin, ödənişlərin aşağı düşəcəyi proqnozlaşdırılır. Çünki BMT-nin proqnozlarına görə 2050-ci ildə 65 yaşdan yuxarı əhalinin artımı indiki 9%-dən 18%-ə qalxacaqdır. Bu da orta uzun ömrün bizdə qəbul olunduğu 74,6%-dan 78,6%-ə qalxması deməkdir. Bu həm də o deməkdir ki, işləyən məşğul əhalinin sayı da azalacaq, ödənişlərin də sayında nisbətən düşüş olacaq. Ona görə də bugün əsas əhalini pensiya sistemində düşündürən pensiya kapitalının varisliyi məsələsidir. Bu varislik məsələsini hansısa formada çözmək lazım. İllərlə bunu ertələməklə insanları qane etmək biraz çətin olur. Məsələn, deyək ki, özəl sektorda bütün çalışan müəyyən subyektlərin bu özəl pensiya fondunun yaradılması istiqamətində hansısa bir pilot modelin tətbiq olunmasını tələb edirlər və siz təsəvvür eləyin ki, əgər belə bir fondlar vasitəsilə biz pensiya varisliyini saxlaya biləriksə, onda insanlar daha çox stimullaşacaqlar vəsait ödəməyə. Çünki heç kimə sir deyil ki, xeyli sayda insanlar ailənin tək işləyən adamı ömür boyu işləyir, amma 65 yaşa gəldiyində dünyasını dəyişir, ya 66 yaşda dünyasını dəyişir. Onun işləməyən ailə üzvləri artıq əvvəlki illərdən daha fərqli bir sosial gərginlik içində qalmalı olurlar. Ona görə də bu mövzu ətrafında hər halda bir ümumi perspektiv düşünülərək qərar qəbul edilməsi vacibdir. Çünki xarici ölkələrin praktikasında özəl pensiya fondlarının olması nəzərdə tutulur. O baxımdan da mən hesab edirəm ki, həm iqtisadi dalğalanmalar, həm demoqrafik dəyişikliklər, həm qeyri-rəsmi məşğulluq bu pensiya fondlarının dayanıqlığını qorumağa müəyyən dərəcədə maneə törədir. Bu baxımdan yeni bir islahatlara ehtiyac var. Çox böyük islahatlar aparıldı və bu islahatlar da bəzən də çox gərginliklə, insanların etirazı ilə də qarşılanan tərəfləri oldu. Amma dövlət bu sahədə müəyyən bir sabitliyi yaratmaqla əslində bütün şikayətlərin çoxunu ortadan qaldırdı. İşsizdən sığorta fondunun büdcə xərclərini də hesab edirəm normaldır bu gəlirlər, amma bunun hüdudlarını, subyektlərini genişləndirmək lazım. Çünki reallıqda işsizliklə bağlı sıxıntı çəkən insanların da sayı artmaqdadır və onların məşğulluğu ilə bağlı daha real iş imkanı yaradılması barədə düşünməlidir. Mən layihəyə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.